أشهد أن محمدا رسول الله. أشهد أن محمدا رسول الله. حي على الصلاة. حي على الصلاة. حي على الفلاح. حي على الفلاح. الله أكبر الله أكبر. لا إله إلا الله. إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا. من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له، وأشهد أن لا إله إلا الله وحده لا شريك له، وأشهد أن محمدا عبده ورسوله. يا أيها الذين آمنوا اتقوا الله حق تقاته ولا تموتن إلا وأنتم مسلمون. يا أيها الناس اتقوا ربكم الذي خلقكم من نفس واحدة وخلق منها زوجها وبث منهما رجالا كثيرا ونساء، واتقوا الله الذي تساءلون به والأرحام إن الله كان عليكم رقيبا. يا أيها الذين آمنوا اتقوا الله وقولوا قولا سديدا يصلح لكم أعمالكم ويغفر لكم ذنوبكم، ومن يطع الله ورسوله فقد فاز فوزا عظيما. أما بعد، فإن أصدق الحديث كتاب الله، وخير الهدي هدي محمد صلى الله عليه وسلم، وشر الأمور محدثاتها، وكل محدثة بدعة، وكل بدعة ضلالة، وكل ضلالة في النار. Muhterem sallallahu. Her şeyden evvel özümü ve sizi Allah'tan korkmağa, takvalı olmağa çağırırım. Ve sonra ise Allah'ın kitabını okuyup ve onu derk edip başa düşünmeye çağırırım. Hakikaten Kur'an-ı Kerim Allah'ın insanlara nazil ettiği son kitaptır, son tamamı kitaptır. Ve bu kitap kıyamete kadar Allah tarafından korunur. Ve bu Kur'an'a, bu kitaba hiç yerden batıldan, önünden, arkasından batıl yakınlaşabilmez. Ve bu kitap, Kur'an-ı Kerim, hikmetlerle doludur. Ve bu kitap müminlere hidayet ve şefadır. Dedi ki Allah Teala Kur'an-ı Kerim'de buyurur:
وَنُنَزِّلُ مِنَ الْقُرْآنِ مَا هُوَ شِفَاءٌ وَرَحْمَةٌ لِلْمُؤْمِنِينَ وَلَا يَزِيدُ الظَّالِمِينَ إِلَّا خَسَارًا. Biz bu Quranda müminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik. Bu ayələr zalimlərin ancaq ziyanını artırar. Və Quranın hamısı hidayətdir. Və Quranın hamısı şəfadır. Və bugün biz Quran-ı Kərimdə olan surələrdən biri, yəni 103-cü surə olan Əl-Əsr surəsinin qısa şərhinə toxunacağız. Və bu surə Məkkə surələrdəndir, Məkkədə nazil olmuş surələrdəndir. Bu surə 3 ayədən ibarətdir. Çox qısa surədir. 3 ayədən ibarətdir. Amma buna baxmayaraq çox dərin mənalı və çox geniş mənalıdır. Və demək olar ki, mənasına görə bütün Quranı özündə əhatə etmişdir. Və İmam Şafii deyir, لَوْ تَدَبَّرَ النَّاسُ هَذِهِ السُّورَةَ لَكَفَتْهُمْ. Deyir ki, əgər insanlar bu surəni, yəni Əl-Əsr surəsini düşünüb, götür-qoy etsəydilər, bu zaman onlara kifayət edərdi. Və başqa bir rəvayətdə, İmam Şafii'dən gələn rəvayətdə deyilir ki, əgər insanlara bu surədən başqa bir surə nazil olmasaydı, bu onların hidayətdə olub və nicat tapmaları üçün kifayət edərdi. Və səhabələrdən gəlir ki, rəvayət olunur ki, əsərdə كان الرجلان من أصحاب النبي صلى الله عليه وسلم إذا التقيا لم يفترقا حتى يقرأ أحدهم على الآخر والعصر إن الإنسان لفي خسر ثم يسلم أحدهم على الآخر. Sahabelerden gelir ki, Peygamber sallallahu aleyhi ve sellem'in sahabeleri birbiriyle görüştükten, söhbet ettikten sonra birilerine El-Əsr suresini okumamış, ayrılmırlar, sonra salam verip ayrılırdılar. Ve bu unudulmuş sünnələrdendir. Dostunla, yoldaşınla, kardeşinla görüşürsən, onunla dünya məsələlərində istədiyin şeydən söhbət edirsən və ayrılmamışdan öncə biri digərinə, bu da olursun'a وَالْأَصْرِ إِنَّ الْإِنْسَانَ لَفِي خُسْرٍ ayənin Suran axırını oxuyursan və sonra Esselamu Aleykum və Rahmetullah və Barakatuhu deyirsən. Və bu unudulmuş sünnələrdəndir. Və bu səhih hədisdir. Tabarani rəvayət edir və həmçinin İbn Kəsir bu surənin təfsirində gətirir bunu. Və bunu niyə görə edirlər? Çünki bu surə, bu qısa surə, Əsr surəsi çox böyük ibrətlər və həmçində böyük hikmətli nəsiyyət var burada. Və biz indi inşallah bu xütbəmizdə çalışacaq ki, bu surədən müəyyən qədər bacardığımız qədər şərh ilə açıqlayaq. Və Allah Teala bu surədə buyurur: Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Vel-asri. Andolsun zamana. İnnel insane lefî husr. Həqiqətən insan ziyan içindədir. İllellezîne âmenû. Yalnız iman gətirib və amilussâlihâti, yaxşı işlər görənlər və təvâsəv bil-haqqi, bir-birinə haqqı məsləhət görənlər və təvâsəv bil-sabri və bir-birinə səbirli olmağı məsləhət edənlərdən başqa. Və bu ayə, bu surə, 3 ayədən ibarət olan bu surə özündə insanın bu dünyada və ahirətdə ziyana uğraması və ya xəsarəti və ya nicat tapması və ya qazanması üçün, qazancı üçün bütün səbəbləri göstərmişdir. Şək yoxdur ki, aqil insan dünyada və ahirətdə qazanmaq istəyər, ziyana uğramaq istəməz. Və lakin insan bilmir ki, nə edə bilər ki, necə edə bilər ki, bu dünyada qazansın, ziyana uğramasın və həmçində ahirətdə və bu surə, bu 3 ayədən ibarət olan surə məhz bizə
Bunu öyrədir. Və bu surə insana öyrədir ki, qazanmağın yolu nədir, necə qazanmaq olar? Dünya və ahirətdə necə qazanmaq olar və bunun yolu nədir? Və bunu öyrədir ki, insan ona can atsın, ona əməl etsin. Və həmçində dünyada və ahirətdə xəsarətə uğramağın səbəblərini göstərir ki, insan ondan çəkinsin. Və bu surə gördüyünüz kimi qısadır və bunun da hikməti vardır. Və bu surənin belə qısa olmasına səbəb budur ki, Allah sana bunu qısa nazil edib ki, insanlar əzbərliyə bilsinlər bunu. Və həmçində çox sadə üsuldadır. Hamı bunu əzbərləsin və əməl etsin. Böyüyü, kiçiyi, elmlisi, elmsizi, hamı bu surəni əzbərləsin. Və əzbərliyib həmçində mənasını bilsin, əməl etsin. Və buna görə də çox qısa surədir. Və indi isə başlayaq bu ayənin təfsirinə baxaq. Allah Teala birinci ayədə buyurur ki, وَالْعَصْرِ And olsun zamana. Və asr deyəndə təfsir alimləri 3 rəy var təfsir alimlərindən. Birinci rəyə görə əl-asr ümumiyyətlə zaman deməkdir. Yəni insanın yaşadığı ömrü, zamanı. Və ikinci rəyə görə zaman asr deyəndə günəş zenitdən keçdikdən sonra, yəni zavaldan sonra məğribə kimi, günəş batana kimi olan vaxt nəzərdə tutulur. Yəni asr sözünün lüğəti mənası. Və üçüncü rəyə görə isə asr namazı nəzərdə tutulur. Və Allah Teala zamana and içir. Və doğru üstün rəy alimlərin rəyinə görə üstün rəy zaman daha uyğundur. Çünki hər birini əhatə edir özündə. Və Allah Teala bu ayənin surənin birinci ayəsində zamana and içir. Və Allah Teala öz məxluqatlarından istədiyini and içə bilər. Və Allah Teala'nın hansısa bir məxluqata and içməsi o məxluqatın əzəmətli olmasına dəvət edir. Və həmçində həmən məxluqatda ibrətlər olmasını qəsd edir. Və Allah Teala and içdiyi məxluqatda ibrətlər var. Və Allah Teala bu məxluqatlara and içməklə öz qullarını, insanları bu məxluqatlara tərəf yönətmək istəyir ki, və diqqətini onlara yönətmək istəyir ki, ibrət alsınlar, fikirləşsinlər o məxluqatlar barədə. Amma insana gəlincə isə, insan yalnız Allaha and içə bilər. Allahdan başqasına and içmək şirkdir. Və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur, Buxari və Müslim'in rəvayət etdiyi səhih hədisdə, İnna Allaha yenhâkum ən təhlifu bi âbâikum. Mən kânə hânifən fəliyəhlif billahi oğ liyasmut. Allah Teala sizi atalarınıza and içməyə qadağan edir. Kim and içmək lazım gələrsə, o zaman Allaha and içsin ya da sussun. Və bu hədis sizi Allahdan başqasına and içməyi qadağan edir. Və fikir versək, Allah Teala zamana and içdi və zaman həqiqətən də insanın həyatında çox önəmlidir, qardaşlar. Və zaman, bizim ömrümüz zamandan ibarətdir. Və bu zaman bizə imtihan üçün verilir. Və biz bu zamanda salih əməllər görməliyik ki, xəsarətə uğramayaq. Keçən, ötən hər bir saat, hər bir gün, hər bir həftə, hər bir ay və hər bir il bizi ölümə yaxınlaşdırır. Amma insan bunu hiss eləmir. Və buna görə də insanın həyatında zaman çox mühüm rol oynayır. Və ona görə də Allah Teala bu surənin birinci ayətində məhz zamana and içdi. Vəl-asri. Və sonra Allah Teala ayənin ikinci ayədə buyurur. İnnel insane lefi kusur. Həqiqətən insan ziyan içərisindədir. Xəsarət içindədir. Və bu ayədə ayə innə təkid ədatı ilə başladı. Və innə gücləndirici ədatdır, təkid bildirir, həqiqətən deməkdir. Və bu ayədə innəl insənə ləfi kusur ayəsində iki təkid ədatı var. İki qat gücləndirilir bu ayə. Biri innə ədatı ilə, digəri isə ləfi kusur.
sözündəki lə ilə. Və bundan əvvəl isə vəl-əsri and ilə gücləndirilir bu ayə. Deməli, bu ayə, bu söz innəl insənə ləfi xusur üç gücləndirici vasitə ilə gücləndirilir. Biri, and, çünki and sözü də gücləndirir, mənalı gücləndirir. Və kiməsə and içəndə öz sözünü təsdiq etmək üçün, gücləndirmək üçün and içirsə. İkincisi, innə, üçüncüsü isə lə ədafi ilə. Və bu da dəvət edir ki, həqiqətən də insan xəsarət içindədir. Və insan deyəndə burada təkdə gəlir əl-insan. Lakin burada nəzərdə tutulur bütün insanlar. Çünki əl-insan sözündəki əl-artiklı ümumiyyəyə dəvət edir. Yəni, bütün insanlar, necə ki, əlhəmdülillah sözündə, ayətində. Yəni, bütün həmd. Və burada da bütün insanlar xəsarət içindədir. Yəni, istisna olunmur, istəyir vəzifəsindən asılı olmayaraq, malından, mülkündən, kişisindən, qadınından, uşağından, böyüyündən asılı olmayaraq, hamı xəsarət içindədir. Və xəsarət nədir, qardaşlar? Xəsarət deyəndə, məsələn, ticarətdə xəsarət deyəndə, sənin ticarətə qoyduğun maya, yəni o pulun, iç qoyduğun mayanı azalması və ya ümumiyyətlə yox olmasıdır, ziyana verməsidir. Budur xəsarət. Və Allah-Teala'nın insana verdiyi bu canca mayadır. Əksinə malı qaytarmaq olur, amma canı qaytarmaq, vaxtı qaytarmaq olmur. Və insanın bu canı, bu Allahın insana verdiyi əmanətdir və insan bunu əgər Allaha ibadətə və Allaha itaətə sərf edərsə, bu zaman o maya artır, qazanmış olur, çünki savab qazanır. Yəni, etdiyi əməllərlə savab qazanır, savab yazdır ona. Amma əgər insan bu mayanı, Allahın verdiyi bu canlı, boş-boş şeylərə Allaha itaətə sərf etməsə, bu zaman həqiqətən də xəsarətdir bu. Savab yazılmır, ömür gedir, vaxt gedir, bəzən get-gedə zəifləşir, ölümə yaxınlaşır, amma əməl yoxdur. Savab yoxdur. Bu xəsarətdir. Və xəsarət bu deməkdir, qardaşlar. Yəni, insan əgər öz vaxtını, öz həyatını Allaha həsr etmirsə, o insan xəsarət içindədir. Və sonra Allah-Teala bu xəsarətə uğrayanların içindən istisna etdi. İstisna etdi ki, 4 əməl edənlər istisnadır. Bu xəsarətə uğrayanlardan deyirlər. Və onlar da kimlərdir? İlləl-ləzīnə əmənu, yalnız iman gətirib, və amilus salihət, yaxşı işlər görən, və təvasav bil-həq, bir-birinə haqqı məsləhət görənlər, və təvasav bil-sabr, və bir-birinə səbirli olmağı məsləhət edənlərdən başqa. İstisna elədi Allah-Teala. Yəni, bu insanlar, bu əməlləri edən insanlar xəsarət içində deyirlər, əksinə qazanırlar. 4 əməl qeydinədir Allah-Teala burada. Birincisi, iman gətirmək. İkincisi, yaxşı işlər görmək. Üçüncüsü, bir-birinə haqqı məsləhət görmək. Dördüncüsü də ki, səbirli olmağı məsləhət görmək. Birinci imandır. Və iman nədir? İman, insanın qəlbində Allahın varlığını, Allahın ad və sifətlərini və Allahın ibadətin yalnız Allaha layiq olmasını qəlbində təsdiq edərək, bunu dili ilə tələffüz etməsi və əməllərlə də təsdiq etməsidir. Budur iman. Bir də deyirəm, qardaşlar, iman insanın Allahı və Allahın ad və sifətlərini və Allahın ibadətinin də yalnız Allaha məxsus olmasını dili, qəlbi ilə iqrar edir, təsdiq edir. Bunu dilinə gətirməsi, yəni kəlmə işarəti gətirməsi və əməlləri ilə təsdiq etməsidir. Budur iman. Və burada əməllər dedikdə, qardaşlar, Allahın vacib buyurduğu əməllər nəzərdə tutulur. Və bu əməllər salih olması üçün, əməl xalis Allah üçün olmalıdır və həmçində Peyğəmbərimiz sallallahu aleyhi ve sellemin sünnəsinə uyğun olmalıdır.
və əməllərin imana daxil olmasına, yəni əməllərin imandan olmasına baxmayaraq, Allah Taala bundan sonra bir daha əməlləri qeyd etdi. Və dedi ki, وَعَمِلُوا الصَّالِحَاتِ və salih əməllər görən. Və bunu Allah Taala niyə qeyd etdi? Və bunu qeyd etdi ki, bildirsin ki, yalnız qəlblə iqrar etmək və dillə tələffüz etmək kifayət eləmir. Mütləq əməllə təsdiq etmək lazımdır. Vacib əməllərlə. Və buna görə də Allah Taala ayənin ardından İllellezîne âmenû və amilu's-sâlihât. Salih əməllər görənləri qeyd etdi burada xüsusilə. Və salih əməl nədir? Möhtərəm qardaşlar. Hər hansı bir əməlin salih olması üçün iki şərt olmalıdır. Bu iki şərtlərdən biri olmasa əməl salih sayılmaz. Birincisi, əməl salih Allah üçün olmalıdır. Allah üçün edilməlidir. Allahın şərik qoşulmamalıdır bu əməldə. İkincisi isə bu əməl Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin sünnətinə uyğun olmalıdır. Yalnız Allah üçün, ibadətin Allah üçün olması kifayət eləmir. İkinci şərt də var. Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnətinə uyğun olmalıdır. Yəni, bidət olmamalıdır əməldə. Və məhz bu əməl Allah tərəfindən qəbul olunur və salih əməl sayılır. Amma əgər bu əməl şərtlərdən biri olmazsa, yəni Allaha ibadətlərdən hansısa biri Allahla yanaşır, başqasına sərf olunarsa və yaxud Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurduğu kimi olmazsa bu əməl qəbul olunmayacaq. Və nə çox əməl edənlər var ki, günümüzdə, onlar onun savabını Allahdan umurlar, Allah üçün edirlər bunu. Amma Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin sünnəsinə uyğun olmadığı üçün qəbul olunmur və ya Allahla bərabər başqasını da şərik qoşurlar ibadətdə. Və bu əməllər əksinə onları Allahdan uzaqlaşdırır və cəhənnəmə aparır. Və sonra Allah Taala ayənin ardında buyurur ki, وَتَوَاسَوْا بِالْحَقِّ Bir-birinə haqqı məsləhət görənlər. Və haqqı məsləhət görmək Allah yolunda hikmətlə və elmlə dəvət etmək deməkdir, qardaşlar. Yəni, insan əgər özü iman gətirdisə, əməl etdisə, bununla kifayətlənməməlidir və o digər insanların da doğru yola yönəlməsinə can atmalıdır. Çalışmalıdır, dəvət etməlidir və bu ayə dəvətin vacib olmasına dəvət edir. Və dəvət etmək özü də bir ibadətdir. Və bayaq qeyd etdiyim kimi, ibadətin iki şərti var. İxlas və Peyğəmbər sallallahu sünnəsinə uyğun. Və əgər dəvət də Allah üçün olmazsa və yaxud Peyğəmbər sallallahu sünnəsinə uyğun olmazsa bu dəvət sayılmayacaq. Allah bunu qəbul etməyəcək və əksinə yer üzündə istifasat öyrədəcək bu insan. Və buna görə də dəvətdə də keçən qüsmənizdə qeyd etdiyiniz qaydalar və digər çox qaydalar var. Öyrənmək lazımdır onları. Və çünki insan nəyə görə başqalarına can atmalıdır, hidayət etməyə? Çünki iman yalnız bununla kamilləşir. Çünki Peyğəmbərimiz Peyğəmbər buyurur ki, لَا يُؤْمِنُ أَحَدُكُمْ حَتَّى يُحِبَّ لِأَخِيهِ مَا يُحِبُّ لِنَفْسِهِ Sizlərdən biri özünə istəyəni, qardaşına istəməyincə kamil iman gətirmiş olmaz. Və yalnız bununla iman tamamlanır. Və başqa bir hədisdə Peyğəmbər buyurur ki, əgər bir bölümdə münkər, yəni pis əməllər artarsa və insanlar buna göz yumarlarsa, Allah Taala onların hamısına bəla göndərər. Və Allah Taala Bəni İsraili lənətləməsinə səbəblərdən biri də onların öz aralarında dəvət etməmələri idi. Allah Teala Kur'an-ı buyurur: "Lu'inellezîne keferû min beni İsraîl alâ lisâni Dâvûd ve İsâ ibn Meryem." İsrail oğullarından kafir olanlar hem Davud'un hem de Meryem oğlu İsa'nın diliyle lənətləndiler. ذَٰلِكَ بِمَا عَصَوْا وَكَانُوا يَعْتَدُونَ Bu onların asi olduklarına ve Allah'ın koyduğu hədləri aştıqlarına göreydi. Sonra ayağın ardına bakın. كَانُوا لَا يَتَنَاهَوْنَ عَنْ مُنْكَرٍ فَعَلُوهُ لَبِئْسَ مَا كَانُوا يَفْعَلُونَ Onlar birinin ettikleri pis əməllərdən çəkindirmirdilər. Onların ettikləri biri də pis işdir. Yəni, lənətlənməyə səbəb aralarında baş verən pisliyi görürdülər, görürdü ki, biri günah edir, deyir ki, mənlik deyil.
özü bilərdir. Və bu özü lənətlənməyə səbəbdir. Və bizim ümmətdən, keçən də qeyd edin, nəyə görə xeyirli ümmətdir? Çünki biz yaxşılığı əmr edirik, biz susmuruq bu şeyə. Qardaşımıza nəsiyyət edirik. Görürük ki, qardaşımız səhv edir, nəsiyyət edirik ona. Görürük ki, yıxılıb, məsələn, düzrəyib, imanda, çünki iman belə bir qardaşlar, gah artır, gah azalır. Bugün birinin imanı azala bilər, sana olmuşun imanı azala bilər. Və bir-birimizə dayaq olmalıyız. Peyğəmbər buyurur ki, müminlər bir bina kimidir və parmaqlarını bir-birə keçirdir Peyğəmbər sallallahu. Yəni, əgər bugün görürük ki, sənin qardaşın zəifliyib imanda, hansısa günaha yol tərəf edir, söz yumma və bu demə günə ki, mənlik deyil. Özü bilər, filancaq azdı, filancaq çaşdı. Öyle deyil, qardaşlar. Tut əlindən başa sal, nəsiyyət elə. Sabahları bilmək olmaz, sənəzin o vəziyyətli ola bilərsən. Və başqası gəlsən, nəsiyyət edir. Və daha sonra Allah-ı ayənin ardından buyurur ki, وَتَوَاسَوْ بِالصَّبْرِ və bir-birinə səbri tövsiyə edənlər. Və nəyə görə Allah-ı dəvətdən sonra, haqqı tövsiyə etdikdən sonra səbri qeyd etdi? Çünki dəvətçi əgər dəvətə başlayarsa, dəvət edirsə, mütləq ona insanlar tərəfindən bir ziyan toxunmalıdır. Bu mütləq. Elədir. Çünki insanların illər boyu adət aldıqları əməlləri sən onları gəlmişsən çəkindirməyə onlardan, həmən əməllərdən. İllər boyu bu insan məsələn şirkə durşanır, illər boyu bidət edir və sən gəlib ona bir günün içində, bir saatın içində bunu çevirənmərsən sən. Vaxt lazımdır bunun üçün. Və buna görə səbr etmək lazım və həmən insanın sənə dərləri toxuna bilər. Və buna görə səbr etmək lazımdır. Əgər səbr yoxdursa dəvətçidə, o dəvətçi dəvət edə bilməyəcək. Yarıda saxlayacaq. Və ya səbirsiz olur, əsəbləşir, bir hərəkət edəcək və bu hərəkət onun bütün dəvətini sorulaya bilər. Və buna görə də səbr etməyi Allah-Taala bu ayə, bu وَتَوَاسَوْ بِالْحَقِّ sözü ayəsindən, ayənin bu hissəsindən sonra وَتَوَاسَوْ بِالصَّبْرِ bir-birinə səbir tövsiyə edənlər. Bunu deyir Allah-Taala. Və səbrin üç növü var, qardaşlar. Allaha itaətdə səbr etmək, çünki itaət özü də səbrə ehtiyacı var. Soyuqda, istidə, namaz qılmaq, səhər durmaq və yaxud həc, oruç, buna səbrə ehtiyacı var. Zəkat özü, zəkat insan öz malından, qazandığı maldan, halal maldan çıxardığı müəyyən bir məbləği verir başqasına. Bu səbr lazımdır buna. Və ikinci növü Allahın haramlarına səbr etmək. Və buna da səbr lazımdır. Çünki nəfs harama meyl edir. İnsan haram görəndə nəfs ona meyl edir. Amma insan səbr edir, öz nəfsini saxlamalıdır. Və səbr sözünün mənası da həbs deməkdir. Həbs etmək, nəfsi həbs etmək, saxlamaq. Və üçüncü növ səbr isə Allahın qəza və qədərdə səbr etmək deməkdir. Və Loğman əleyhissalam öz oğluna deyir ayədə: "Yə buneyyə əqimis salətə va'mur bil-ma'rufi vənhə anil-munkar vəsbir alə mə əsabək. İnnə zəlikə min abdil-umur." Oğlum, namaz qıl, yaxşı işlər görməyi əmr et. Pis işləri qadağan edər, başına gələn çətinlikləri səbr et. Həqiqətən bu, əzm tələb edən əməllərdəndir. Və Əmir-ül-Müminin Ali radiyallahu anhu buyurur, deyir, İslam dinində səbr etmək bədəndə baş kimidir. Yəni, necə ki, başsız bədən neçlədir və eləcə də səbirsiz din qalmayacaq, qardaşlar. Və başqa İmam Əhməd deyir ki, ən xeyirli işlərə məhz səbirlə nail olmuşdur. Gözləyən qardaşlar, bu surə çox əzəmətli və böyük ibrətlər və hikmətləri olan bir surədir. Qısa olmasına baxmayaraq gördüyümüz kimi bütün dini özündə əhatə edir. Və həmçində insanın bu dünyada və ahirətdə nicat tapmasının bütün yollarını göstərir insana. Və bu da Quranın möcüzələrindəndir. Və əgər biz
ən dəlavətli bir insana desək ki, dur, danış, necə eləmək olar ki, dünyada və ahirətdə necə tapmaq. Saatlarla danışacaq. Yəni, Quran ayələrində olmasa, özündən. Amma yenə də fikrini tam izah edə bilməyəcək. Baxmayaraq ki, dəlavətli. Amma Quran isə, baxın, Allah-Teala 3 ayə ilə bu dünya və ahirətdə necə tapmanın yolunu bizə göstərdi. Və Allah-Teala Quran-ı buyurur: وَإِنْ كُنْتُمْ فِي رَيْبٍ مِّمَّا نَزَّلْنَا عَلَى عَبْدِنَا فَأْتُوا بِسُورَةٍ مِّن مِثْلِهِ وَادْعُوا شُهَدَاءَكُم مِّن دُونِ اللَّهِ إِن كُنتُمْ صَادِقِينَ. Əgər qulumuza nazil etdiyinizdə şübhə edirsinizsə və doğru deyilsinizsə, onda ona bənzər bir surə gətirin və Allahdan savayı bütün şahidlərinizi köməyə çağırın. Və sözsüz ki, bunu edə bilməzlər. Barakallahu li və lakum fil Qur'an və sünnə və nəf'ani və iyyəkum bima fihi minəl əyət və hikmə. Aqulu qawli hada və əstəğfirullaha li və lakum və lisa'iril muslimin min kulli zənb fəstəğfiruhu innehu huvel gafurur rahim. الحمد لله رب العالمين والصلاة والسلام على أشرف الأنبياء والمرسلين نبينا محمد وعلى آله وأصحابه أجمعين. Muhterem kardeşler, insan ömrü Allah tarafından bize verilen çok değerli bir nimettir. Ve bu nimetten biz faydalanmalıyız kardeşler. Ve vakit insanın hayatında en değerlidir, değerli nimettir. Ve insan necə ki hadislerde gelir, kıyamet günü bu vakit barədə soruşulacaq. Ve necə ki insan malını, mülkünü koruyur, bundan daha çok hədisliyle vaktini korumalıdır. Çünkü malı, mülkü qaytarmaq olar. Amma vakti ise qaytarmaq olmur kardeşler. Ve buna göre de vaktlarımızı, boş vaktlarımızı Allah'ı zikir etmeyle geçirək. Ve birçok kardeşler var. Bir davaya boşanırlar. Bu da ki, kompüterler mesela oyun oynamak, oyunlar, muhtelif oyunlar. Ve öyle kardeşler var ki, bütün gecesini onunla geçirir. Ve seher ise ibadetlerinde lenk, tembel, yüksüz olur. Vesaire bu cür veya bu televizyonun karşısında mənasız verilişler veya bu mənasız futbol oyunları vesaire bunlara görün ne kadar kardeşler boş vaxtdan sərf edirlər. Hansı ki, bu vaxtlar barədə sorumlu olacaqlar onlar. Və həmən qardaşlara nəsiyyəti budur ki, Allahdan qorxsunlar. Bu vaxtlarını elmlə, ibadətlə keçirsinlər. Baxırsan, gecə səhərə kimi, məsələn, hansısa bir verilişə və ya hansısa bir futbol yarışına baxır, amma durur 2 rükət namaz qılmır gecə vaxtı. Və bu hamısı dəvadır, qardaşlar. Və həmən qardaşlar bilsinlər ki, bu barədə, bu şeylər barədə sorumlu olacaqlar qiyamət günü. Düzdür, istirahət də lazımdır. İstirahət lazımdır, amma istirahəti əgər insan düşünür, Allahın razı qaldığını sevdiyi kimi keçirsə, o zaman həm faydalanar, həm də ki, savab yazılar olar. Və Allahdan istəyirəm ki, Allah bizim ömrümüzə, vaxtımıza bərəkət versin. Allah bizi eşitli faydalardan etsin. Allah bizi bu dində sabit etsin. Allah bizim xalqa hidayət versin. Allah bizi fitnə və fitnə əhlindən qorusun. İbadallah, innəllaha ya'muru bil-'adli wal-ihsani və ita'i zil-qurba və yenhə anil-fahşai wal-munkari wal-baghi ya'idukum la'allakum tadhakkarun. فاذكروا الله العظيم الجليل يذكركم واشكروه على نعمه يزدكم ولذكر الله أكبر والله يعلم ما تصنعون. الله أكبر الله أكبر أشهد أن لا إله إلا الله أشهد أن محمدا رسول الله حي على الصلاة حي على الفلاح